Royal Perspectives Media'ya xoş gəlmisiniz. Mən Cameron Kingəm və bu kanalda biz müqəddəs yazıları dua edirik, Allahın kəlamını gündəlik həyat üçün şəxsi və güclü duaya çeviririk. Bugün biz Markın müjdəsi ilə güclü bir səyahətə başlayırıq. Bu kitab təciliyyət və məqsədlə açılır. Markın 1-ci fəslinin 1-4-cü ayələrində biz İsa üçün yolu hazırlamaq barədə peyğəmbərlik cagirisini görürük. Bu cagiris bu gün də səslənir. Yahya vəftiçinin missiyası yalnız onun dövrü üçün deyildi. Bu, həyatımızın ətrafımızdakı dünyada İsa'nın hərəkət etməsi üçün necə yer aça biləcəyini göstərir. Bugün dua edərkən Allahdan səsin və əməllərin vasitəsilə insanların ürəklərin onun üçün hazırlamağa kömək etməyini istə. Əgər bu dua səni ruhlandırırsa, İsa'nı tanıtmaq istəyən başqaları ilə də paylaş. İndi isə gəlin Markisin 1-ci fəslindən mətnimizi oxuyaq. Mark 1-ci fəsil 1-ci ayədən 3-cü ayəyə qədər. İsa Məsih, Allahın oğlu haqqında olan müjdə belə başlayır. Peyğəmbər Yesayanın yazdığı kimi, sənin qabağında elçimi göndərəcəyəm, o sənin yolunu hazırlayacaq. Səhrada birinin səsi eşidilir. Rəbb üçün yolu hazırlayın, onun üçün cigirləri düzədin. İndi isə gəlin bu ayəni dua edək. Ata, necə ki vəftici Yahya İsa və onun mesajı üçün yolu hazırladı, mənim həyatımı da onun və onun mesajının mənim vasitəmlə yayılması üçün istifadə et. Harada olsam da istə, ailə toplantılarında, mağazalarda və ya biznes yerlərində müjdənin toxumları səpəcəyəm ki, nəticədə insanlar İsa'nı izləsinlər. Bunu onun möhtəsəm adı ilə dua edirəm. Qoy belə olsun. Bugün mənlə birlikdə müqəddəs yazıları dua etdiyiniz üçün təşəkkür edirəm. Bu, Royal Perspectives Mediadır və mən Cameron Kingəm. Bu kanalda biz müqəddəs yazıları dua edirik, Allahın kəlamını gündəlik həyat üçün şəxsi və güclü dualara çeviririk. Əgər bu dua səni ruhlandırıbsa, iman yolunda gücləndiribsə və ya İsa ilə yaxınlaşmağına kömək edibsə, mənə qoşulduğun üçün təşəkkür edirəm. Əgər burada yenisənsə, kanala abunə olmağı və müqəddəs yazıları dua etmək layihəsinin məqsədi və vizyonu haqqında daha çox öyrənmək üçün giriş videosuna baxmağı unutma. Əgər bu duanın yazılı formasını görmək istəyirsənsə, www.royalperspectives.com bloğuma daxil ola bilərsən. Səni bu duanı təkrar dinləməyə təsviq edirəm. Onu öz sözlərinlə ifadə et. Onu Allahla şəxsi vaxtınızın bir başlanğıc nöqtəsi kimi istifadə et. Aşağıda sərhlərdə o duanı da yaza bilərsən və ya bu hissəni necə gördüyünü və dua etdiyini paylaşa bilərsən. Sənin baxışın bəlkə də kiməsə Allahın kəlamı vasitəsilə onunla yeni bir şəkildə qarşılaşmağa kömək edə bilər. İzlədiyiniz üçün təşəkkür edirəm və sizinlə birgə müqəddəs yazılardan dua etməyə, yenidən davam etməyi səbirsizliklə gözləyirəm.